Bu gördüğünüz röntgen şəkli balaca pasiyentimizin, 6 yaşlı pasiyentimizin 2 il əvvəl çəkilmiş röntgen müayinəsinin görüntüsüdür və gördüyünüz kimi burada 3-cü dərəcənin əvvəli skalyoz qeyd olunur, 26 bucaqlı, artıq 25 bucaqdan 40 bucağa qədər 3-cü dərəcəli skalyozdur və bu uşağımızda ayaq altının düzlüyü, yastı pəncəlik də var idi. Yastı pəncəliyə görə supinator istifadə etdi və bu 2 il müddətində idmanlar, fizioterapiya, üzgüçülük, ayaq supinatorları bu vasitələrdən istifadə etmişik. Və hal-hazırda təkrar bir röntgen istədik pasiyentimiz. Biz həmən pasiyentimizin bugün onurğa röntgenini müayinə edərkən çox böyük bir irəliləyişin şahidi olduq və biz 26 dərəcədən, yəni 3-cü dərəcənin əvvəli olan skalyozdan pasiyentimizin kol bucağı hal-hazırda 7 dərəcənin üzərinə qədər enmişdir. Yəni 2 il ərzində olunan idmanlar, ayaq korreksiyası, yastı pəncəliyin korreksiyası, üzgüçülük və dediyimiz tapışıqlara vaxtında əməl etmək, idmanlarını vaxtında etmək bu gözəl nəticəyə gətirib çıxarmışdır və buna görə pasiyentimizi təbrik edirik.